Deyirsiniz ki, uşağım danışa bilmir, boyu balaca qalıbdır, nəsildən irəli gəlir, boş söhbətlərdir hamısı. Uşağın əgər zəifdirsə, yanından külək əsəndə, qrip olursa, antibiotiklər, sistemlər vurdurma. Uşağında bil ki, bədəndə lazım olan element çatışmır deyə xəstələnir. Qrip yaranır, iştahası olmur, çəksi zəifdir, boyu digər yaşlarına nisbətən zəif olur. Əgər hələ bu ikinci, üçüncü uşaqdırsa, vəbşə anada demək olar lazım olan elementlər heç yoxdur, tükənib. Diş çıxartmaqda çətinlik çəkir, xüsusilə 1 yaşında elə uşaqlar var, diş çıxartmıyor ümumiyyətlə və yaxud da ki, qızdırma olur, iştahası zəifləyir uşaqlarda diş çıxma müddətində. Bilin ki, dostlar, kalsium çatışmamazlığından dolayı yaranır. Və bu kalsium, TNS-in iyonlaşmış kalsiumu 7-dən 77-yə hər kəsə tövsiyə olunur. Həkim məsləhəti olmadan qəbul edə bilərsiniz, çünki iyon şəklində sovrulur. Kimyəvi heç bir qarışımı yoxdur. Vitaminlərlə zəngini, minerallar var tərkibində. Uşaqların iştahasını normallaşdırır, sümükləri möhkəmləndirir, diş çıxarmasına effektlidir, dişlərin çürüməsinin qarşısını alır və həmçinin əzələ, boy inkişafı, iştahası, immun sisteminin güclənməsində çox unikal effekt verir. Hətta süd içən, ümumiyyətlə hələ diş çıxarmamış, ana südündən məhrum olan bütün uşaqlara bu vasitədən verin ki, uşaqlarınız tam şəkildə sağlam olsun. Ziyansız da həkim məsləhəti olmadan da profilaktika üçün tövsiyə olunur. Detallı məlumat üçün zəng edin. Apteklərdə yoxdur.